İndi sizə bir ağlama səhnəsinin tarixçəsini danışacağam. Bu kadrlara baxın. Sağ olun. Bu səhnədəki aktrisamız Məleykə Ağazadədir. İnsanlar onu daha çox Ulduz filmindəki Nazik obrazı ilə tanıyırlar. Musiqili komediya teatrında müxtəlif tamaşalarda rol alıb. Ancaq ailə vəziyyəti ilə əlaqədar teatrdan uzaqlaşmalı olub. Filmlərə isə çəkilməyə davam edib. Bu göstərdiyim səhnədə inandırıcı ağlaması isə başına gələn hadisə ilə əlaqədardır. Filmin çəkilişləri zamanı evindən xəbər gəlir ki, tez evə gəlsin. Gələndə qapıda təcili tibbi yardım maşını görür. Övladının qızdırması var imiş. Təhlükə sovşandan sonra isə film çəkilişinə geri qayıdır. Məhz bu səhnədə də o yaşadığı qorxunu və həyəcanı yada salaraq ağlayır. Məleykə Ağazadə təəssüf ki, sonradan unudulur. Ruhu şad olsun. Filmin hansı olduğunu bildinizsə, rəydə yazın.